Bir gün bir uşağın nənəsi çox acıqlı, soyuq səslə nəvəsinin üstünə qışqıraraq dedi ki, sən tərk et bu evi, artıq səni bu evdə görmək istəmirəm. Uşaq təəccüblə nənəsinin üzünə baxdı, amma nənəsi çox sərt bir vəziyyətdə onu evdən qovurdu. Bu hadisəni görən babası müdaxilə edir, deyir, arvada deyir ki, sən bu uşağı niyə belə evdən qovursan? O sənə bir nəvə deyil, sənə bir evlad kimi olub. Onu sən öz əllərinlə böyütmüsən. Bəs indi nə olub bunu evdən qovursan? Arvad fikir vermədən bunu deyir ki, yox, mən onu evdə görmək istəmirəm. O evi tərk eləməlidir. Bu hadisəni görən qonşular da mətəl qalır ki, bu cür ürək yumşaq, ürək yanan arvad birdən-birə buna nə olub? Bu vəziyyət alınıb. Amma arvad hökm edir ki, sən dur, çıx evdən, evi tərk elə ginən. Nə ilac qalan nəvəsi durub evi tərk edir. Yolda dostuna rast gəlir, dostuna deyir ki, bəs nənəm məni evdən qovdu, deyir ki, sən heç olmasa evdən özünə bir pay götürə bildin, deyir, yox, mənə heç bir şey vermədin, məni elə boş evdən çıxardım, qovdu. Deyir, onda üzgünəm, heç bir şey olmayan insana mən sahib dura bilmərəm, deyib, başını sağ başa çıxdı, getdi. Oğlan nə ilac qalıb, ikinci dostunun evinə gedir, ikinci dostunun evinin qapısını döyür, dostu gülə-gülə qapını açır, deyir, nə işdir, oynamağa gəlmişsən? Deyir, yox, oynamağa gəlməmişəm. Başını aşağı salıb, üzgün halda deyir ki, bəs nənəm məni evdən qovub. Heç bir şeyim yoxdur, burada qala bilərəm sənin yanında. Hələ bir utanmırsan məndən də soruşsan, heç bir şeyin olmaya, sən bu evdə necə qala bilərsən? Sənin kimi adama bu evdə yer yoxdur. Və qapını örtür. Oğlan çox kör peşman vəziyyətdə qız sevgilisinin yanına gəlir. Gəlib qapını yenə döyür. Qız sevgilisi qapını açır, gülə-gülə bundan soruşur. Deyir, nə işdir? Deyir ki, bəs mənim nənəm məni evdən qovdu. İndi qalmışam küçələrdə. Üstümdəki paltardan başqa heç bir şeyim qalmayıb, yoxumdur. Mən bu evdə qala bilərəm. Qız üzgün halda deyir ki, qoy dedim onda ailəmdən soruşum, görüm nə deyirlər. Qız qayıdır ailəsinin yanına və birazdan qayıdıb gəlir oğlana deyir ki, ailəm deyir ki, heç bir şey olmayan insana bu evdə yer yoxdur. Ona görə mən də sənə bu gündən əlaqəmi kəsirəm. Artıq səninlə heç bir ilişəcəyim yoxdur. Oğlan çox kör peşman vəziyyətdə qayıdıb oturur bir yerdə, deyir, gör mən nə günə düşdüm. Artıq heç kəsə yaramıram, heç kəs mənə yaxın durmur. Bu ümidlərlə dərin fikirlərə gedir. Elə bu anda babası gəlib oğlanı tapıb, nəvəsinə deyir ki, nənən sənə pislik etmək fikrində döyürdü. Deyir, nənəm mənə pislik etmək fikrində döyürdü, bəs sən onda niyə dillənmədin? Deyir, dur gedək evə, evdə bilərsən. Nəvəsi biraz fikirləşdikdən sonra babasına qoşulub evə gəlir. Evə gələndə nənəsi görür ki, nəvəsi evə gəlir, gülə-gülə xoş sifətlə nəvəsinin qabağına çıxıb onun boynunu qucaqlayıb öpmək istəyir.
Amma oğlan geri çəkilir. Babası nəvəsinə işarə edir ki, otur aşağı. Nəvəsi oturur, babası deyir ki, nənən sənə pislik etmək istəmirdi. Amma sənə həyatı başa salmaq istəyirdi. Sən dostlarını öz gözündə çox bütləşdirmişdin. Onlara bir ilahi qüvvə kimi baxırdın. Nəyin vardı hamısını o qız sevgilinə yedizdirdin. Sənin dostların illərlədir səndən istifadə edirlər. Sənin hesabına fırlanırlar. Amma sənin bu günündə sənə heç bir dostun yaxın durmadı. Nənən ona görə bu oyunu oynadı ki, həyatı sənə göstərsin. Həyat heç də göründüyü kimi deyil. Sənin nə qədər əlində imkanın var, ətrafındakı dostların heç birini tanıya bilməzsən. O insanları ancaq dar günündə tanıya bilərsən. Sənin dar günündə o səndən qidalanan dostlar hamısı çəkilib gedəcək. Sənin yanında ancaq həqiqi dostların qalacaq və elə insanlarla sən dostluq edə bilərsən. Oğlan həqiqətən də fikirləşdi, gördü, həyat göründüyü kimi deyil. Həyat başqa bir şeydir. Ona görə nənəsinin boynuna sarılıb ona dedi, çox sağ ol nənə, sən mənə böyük həyat dərsi verdin. Mən heç vaxtı bu dərsi unutmayacağam və çalışacağam ki, mənə həqiqi dostlarla dostluq edim. Məndən istifadə edən dostlardan həqiqətən də dost olmaz. Mənim bu günümdə onlar heç biri mənə yaxın durub sahib çıxmadılar. İndi qardaşlar, siz də həyatı göründüyü kimi təsəvvür eləməyin. Həqiqi dostlara, həqiqi insanlara arxalanın. Diqqətinizə görə çox sağ olun.